Gəlin Sabah Futbol Klubunun baş məşqçisi Valdas Dambrauskasın hekayəsinə qısaca nəzər salaq. Deməli, bu 48 yaşlı Litvalı mütəxəssisin böyük futbola yolu bir Viktorina şousundan başlayır. Bəli, düz eşitdiniz. Birincisi, onun həyatında dönüş nöqtəsi məhz bir televiziya verilişi olub. Baxın, hər şey 2002-ci ildə başlayır. Dambrauskas cəmi 25 yaşında. Litvada yayımlanan Kim milyonçu olmaq istəyir verilişinə qatılır. Düzdür, Yaponiyadakı qəzetlə bağlı bir suala cavab verə bilməyib yarışı tərk edir. Amma qazandığı o 4000 lit, yəni bizim pulla təxminən 2230 manat, onun bütün həyatını dəyişir. İkincisi, o bu pulla heç düşünmədən birbaşa İngiltərəyə köçür. Orada London Metropolitan Universitetində idman elmi və məşqçilik ixtisası üzrə təhsil almağa başlayır. Və təsəvvür edin, eyni zamanda da gedib Fulham və Manchester United kimi böyük klubların akademiyalarında təcrübə keçir. Yəni karyerasının təməlini məhz orada qoyur. Və nəhayət, onun çox iddialı bir iş fəlsəfəsi var ki, bu da birbaşa keçdiyi yolla bağlıdır. Özü deyir ki, təzyiq altında işləmək mənim üçün bir üstünlükdür. Komandalarımı həmişə zirvədə görməyə alışmışam. Üstəlik, sosial şəbəkələrlə azarkeş tənqidləri ilə falan heç maraqlanmır. Onun üçün bu sadəcə daha çox işləmək üçün bir motivasiyadır. Beləliklə, bir Viktorinada qazanılan pul Dambrauskasın karyerasını tamamilə dəyişərək onu bugün Sabah klubunun sükanı arxasına gətirib çıxardı.